Studentlər, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin kimya müəllimi Vüsələ Hüseynova. Xatırlayırsınızsa, keçən həftə sizinlə OTK-nın keçən ilk sınavının izahını paylaşmışdım və bu sınavda iştirak edənlər və yaxud da sınavdakı suallara nəzər yetirənlər varsa, əksər suallar keçən ilki suallarla demək olar ki, eyni idi. Rəqəm dəyişikliyi və yaxud da variant dəyişikliyi ilə, amma sualların əksəriyyəti bənzər idi. Ümid edirəm ki, köməyinizə çatmışdı o video. Bu il keçirilən sınavında biraz gec olsa da izahını vermək istəyirəm. Sualların çətinlik dərəcəsi asan və orta idi. Çox çətin sual demək olar ki, yox idi. Ümumiyyətlə, ümid edirəm bütün imtahanlarınız ən azından bu səviyyədə, bu çətinlikdə olar və hər biriniz uğur qazanarsınız. İlk sualımız 31-ci sual. Normal şəraitdə sıxlığı 1,25 qram bölünsün litr olan XO qazının 7 qramında atomların ümumi sayını, mol sayını hesablayın. Uşaqlar, qazların sıxlığı bilirsiniz ki, rho bərabərdir. M bölünsün 22,4 litr düsturu ilə hesablanır. Yəni, normal sıxlıq rho bərabərdir, M bölünsün V-dir. Qazlarda 1 mol həmişə 22,4 litr həcm tutduğuna görə normal şəraitdə sıxlığın bu şəkildə hesablana bilir. Yəni, bizim düsturumuzda da maddənin emirini hesablamaq üçün M bərabərdir sıxlıq 1,25 vurmaq 22,4-dən istifadə edə bilərik. Və alınır bu qazın 1 molunun kütləsi 28 qram. Onda sadə tənasüb quraq. 28 qram XO-nun atomlarının mol sayı 2 moldursa, 1 mol X, 1 mol oksigen atomu. Bəs 7 qramında neçə mol atom olar? İxtisar gedəcək 4, X bərabərdir 0,5 mol, cavab olur D variantı. Növbəti XY bu sual keçən ilki olan suallardan biri ilə bənzər sualdır. XY2 birləşməsində elementlərin kütlə nisbəti və o sualın izahında bir yoldaşınız altına rəy yazmışdı ki, X 2 dənədir, burada niyə 1 dənə götürürük? Uşaqlar, bizim götürdüyümüz X-in sayı deyil, bəli, say 1-in 2-yə nisbətidir. Amma götürülən kütlə X-in Y-ə olan kütlə nisbətidir. Yəni, götürülən nisbət kütlə nisbətidir. Orada 2Y-ın ikisinin birlikdə kütlə nisbəti götürülüb. Məsələn, X, Y2-də X-in kütləsi, tutaq ki, məsələn, 10 qramdır, Y-ın kütləsi, daha doğrusu 20 qramdır deyək, Y-ın kütləsi 40 qramdır və burada kütlə nisbəti bu şəkildə 1-in 2-yə hesablanacaq. Elə belə rəqəmlər dedim ki, başa düşəsiniz. Yəni, say nisbəti deyil, kütlə nisbətidir. Və bizə deyir ki, X-ın Y-ın kütlə nisbəti 1-in 2-yədir. Eyni kütlədə götürülmüş, yazaq reaksiya şəklində X plus Y2, X, Y2. Kütlə nisbətinə görə 1-in 2-yə götürmüşüsə, deməli, ümumi kütlə də bu şəkildə qəbul edə bilərik. Eyni kütlədə götürülmüş X və Y reaksiya daxil olduqda 14 qram X artıq qalırsa. Uşaqlar, baxın, biz bunların hər ikisini 2-2 götürsək, X-dan nə qədər artıq qalacaq? 1 qram artıq qalacaq, çünki 1-in 2-yə nisbətində reaksiya daxil olurlar. Ona görə də 1 qram artıq qaldığı halda 3 qram X, Y2 artıq qalır, daha doğrusu alınırsa, tənasüb qurarıq. 1 qram artıq qalanda 3 qram artıq qalırsa 14 qrama nə qədər artıq qalar? X bərabərdir eləyəcək 42 qram. Bu da eləyir A variantı. 33-cü sualda qaz qarışığının tərkibi və qarışıqda atomların ümumi mol sayı. Yenə də bu sualda xatırlayırsınızsa, keçən ilki sınavın suallarından biridir. CH4 və H2 İkisinin də haqqında mol məlumatı yoxdur. Çünki qarışığın hidrogenə görə nisbət sıxlığını hesablamaq üçün uşaqlar ilk öncə biz qarışığın M ortasını hesablamalıyıq. Bunun üçün də birini, məsələn, A mol, birini B mol qəbul edək. Atomların sayına baxaq. Metanın 1 molunda 5 dənə atom var. Deməli, A molunda olacaq 5A sayda atom. Hidrogenin 1 molunda 2 atom var. B molunda olacaq 2B sayda atom. Atomların sayının cəmi X-la ifadə olunub. Protonların sayına baxaq. Karbonun 1 atomda 6 proton var, hidrogenin 1 proton var. Deməli, ümumilikdə metanın 1 molunda 10 dənə proton var. Onda A mol metanda olacaq 10A proton sayı. Hidrogenin 1 proton olduğu üçün 2 hidrogende olacaq 2 proton. B molunda da olacaq 2B sayda proton. Bu da bərabərdir 1,5X. Bizə bunların mol sayı lazım olduğuna görə uşaqlar X-dan xilas olaq. 5A plus 2BX olduğuna görə gətirib o X-i burada 1,5-in yanındakı X-in yanına qoyaq. 10A plus 2B bərabərdir 1,5 vurmaq 5A plus 2B.
10A plus 2B bərabərdir. 1/5'i 5'e vursak eləyəcək 7/5A plus 3B. A'ları bir tərəfə, B'ləri bir tərəfə keçirsək 2/5A bərabərdir B. Bu nə deməkdir? Yəni hidrogenin mol sayı, deməli metanın mol sayının 2/5 qatı qədərdir. B'ni də buradan 2/5A'ya bərabər eləyib biz qaz qarışığımızın M ortasını tapa bilərik. Onda M ortamız olacaq. M orta bərabərdir. A mol metan. Metanın da kütləsi 16 olduğuna görə 16A plus 2/5A mol hidrogen. Onu da 2'ye vururuq. Eləyir 5A hidrogen. Bölmək A plus 2/5A molları cəmi. 21A bölmək 3/5A. A'lar gedəcək. 21'i də 3/5'e böləndə eləyəcək 6. Bu oldu bizim qaz qarışığımızın M ortası. Hidrogenə görə nisbi sıxlıq istədiyinə görə nə edirik? Hidrogenin kütləsinə bölürük onu. 6 bölmək 2 bərabərdir 3. Cavabımız olur D variantı. Növbəti sualımız eksotermik proseslər. Eksotermik nədir uşaqlar? Yəni istiliyin ayrılması ilə gedən proseslərdən söhbət gedir. Biz nə demişdik? Maddələrin aqreqat halı dəyişməsi zamanı istilik nə zaman ayrıla bilər uşaqlar? Soyuma zamanı. Soyuma zamanı istilik ayrılacaq. Plus ki, qızma zamanı istilik udulacaq. Yəni sən prosesi istilik verməlisən ki, orada qızma baş versin. Tutaq ki, buxarlanma, mayedən qaz halına keçmə zamanı buxarlanma. Sən ona istilik verməlisən ki, buxarlansın və yaxud da bərk haldan maye halına keçəndə sən ona istilik verməlisən, temperatur verməlisən ki, orada ərimə baş versin. Ona görə də bu proseslərin tam tərsi soyuma prosesləri, yəni donma və kondensasiya prosesləri olur nə? Eksotermik proseslər. Və bizim eksotermik proseslərimiz burada qaz halına, maye halına keçən birinci proses və mayədən bərk hala keçən ikinci proses olur E variantı. Deməli, 35'də deyir CO-nun mol miqdarı N-dir. Donor atomunun rabitə əmələ gətirən. Dəm qazı bilirsiniz, şu donor akseptor mexanizmi üzrə yaranır və burada karbonla oksigen arasında 3 qat rabitə olur. Bu 3 qat rabitənin ikisi normal kovalent rabitədir. Yəni 2 rabitədə karbonun 2, oksigenin 2 elektronu iştirak edib, amma 3-cü rabitə, hansı ki donor rabitə odur, donor rabitənin hər 2 elektronu oksigenə məxsusdur. Beləliklə, 1 mol dəm qazındakı 3 rabitəyə 6 elektron sərf olunur. Bu 6 elektronun ikisi karbona, 4'ü isə oksigenə, yəni donor atoma lazım olur. İndi 1 molda 4 atom oksigenə aiddirsə, N molda A mol sayda elektron oksigenə aiddir. Buradan A'nı hesablayırıq. A da bərabər edir 4'ün. Cevabımız olur C variantı. 36'da X maddesinin yanması zamanı reaksiyanı yazaq. X plus oksigen əmələ gəlib, karbon qazı və su. Üzvü maddədir, yanan maddə karbon qazı və su əmələ gəldiyinə görə. X maddesinin yanması zamanı maddələrin mol sayının zamandan asılı qrafiki verilmişdir. X molekulunda atomların sayını hesablayın. Baxın uşaqlar, X'in başlanğıcı 5 moldur, qalıb 4 mol. Yəni 1 mol X sərf olunub. Oksigen nə qədər sərf olunub? 5'dən 0'a düşüb. Yəni 5 mol oksigen sərf olunub. Alınan karbon qazına baxaq. 3 mol karbon qazı alınıb və 4 mol da su alınıb. Sağ və sol tərəfdə elementlər atomlarının mol saylarına baxıb X-in tərkibini müəyyənləşdirmək olar. Məsələn, sol tərəfdə 10 oksigen var. Sağ tərəfdəki oksigenə baxırıq. 3, 2, 6, 4 dənə də burada. 10 dənə də oksigen burada var. Deməli, X-in tərkibində oksigen yoxdur. Karbon qazında 3 mol karbon var. Deməli, X-in tərkibində 3 dənə karbon var. 1 mol X maddəsi iştirak etdiyinə görə 3 karbon var. Hidrogen isə ümumilikdə sağ tərəfdə 8 mol alınıb. Deməli, X-in tərkibində 8 dənə hidrogen var. Bu da olur bizim X maddəmizin kimyəvi formulu. Atomların ümumi sayda olur 11 dənə. Cavab E variantı. Reaksiya üçün doğru ifadələri müəyyən edin. Oksidaşdırıcı və reduksiya edicini tapmalıyıq burada. Oksidaşma dərəcəsini dəyişən elementlər karbon və kükürdür. Karbon sıfırdan gedib müsbət 4'ə, karbon qazında müsbət 4'də, oksigen mənfi 2 olduğuna görə. Sulfat turşusundakı kükürt müsbət 6'dan gedib kükürt dioksiddə müsbət 4'ün tərkibinə. Karbon elektron itirdiyinə görə, yükü artdığına görə olub reduksiya edici və karbon qazı reduksiya edicinin
yerinə yetirdiyi oksidləşmə prosesinin məhsuludur. Çünki reduksiya edici element oksidləşmə prosesini yerinə yetirir, oksidləşdirici element reduksiya prosesini yerinə yetirir. Karbon qazı oksidləşmə məhsuludur, doğru cavabdır. Sulfat turşusunun tərkibindəki kükürdün yükü azalıb, elektron alıb, beləliklə ümumilikdə sulfat turşusu oksidləşdirici maddə hesab olunur. Ona görə 1 də doğrudur. Suyun əmsalı 2-dir. Əmsallaşdıraq o zaman reaksiyanı. Karbon 0-dan 4-ə gedərkən 4 elektron itirir. Kükürt müsbət altdan 4-ə gedərkən 2 elektron qəbul edir. Elektron balans üsulunu qurursaq 1 və 2 düşəcək. Bu zaman kükürdün qarşısına 2 yazmalıyıq sağ tərəfə. Bərabərləşdirmək üçün sulfat turşusunu da qarşısına 2 yazaq. Bunun üçün suyun da qarşısına 2 yazmalıyıq ki, hidrogenlərin sayı bərabər olsun. Karbonların sayı bərabərdir. Oksigenlərin sayı bərabərdir. Suyun əmsalı 2-dir cavabı doğru olacaq. Ona görə də hamısı doğru variantdır. 38-ci sual. Hansı halda temperaturu 20 dərəcədən 60 dərəcəyə qədər artırdıqda maddələrin aqreqat halının dəyişməsi düzgün göstərilmişdir. Uşaqlar, hər dəfə deyirəm, bu cür tapşırıqlarda nə edirik? Verilən rəqəmləri o maddələrin ərime və qaynama temperaturu şkalasında uyğun yerə yerləşdirin. Məsələn, X maddəsini 20 dərəcədə harda olacaq? Artıq ərimə temperaturundan keçib, yəni maye halda olacaq. 60-da harda olacaq? 60 da qaynama temperaturunun altında olduğu üçün bu da maye olacaq. Yəni 20 dərəcədə də 60 dərəcədə də X mayedir. Ona görə aqreqat halı dəyişməsi düzgün göstərilməyib burada. Y maddəsi üçün 20 dərəcə ərimədən sonradır, yəni maye haldadır. 60 dərəcə isə qaynama temperaturundan sonradır, yəni qaz halındadır. Mayədən qaza keçib, doğru cavabdır Y üçün. Z-də baxaq, Z-in 20 dərəcəsi 0-dan sonra, yəni ərimə temperaturundan sonradır, maye haldadır. 60 dərəcəsi də qaynama temperaturunun altındadır, yəni hələ də mayedir. Maye olduğuna görə 3 cavabı da yanlış cavabdır. Doğru cavabımız olur B variantı. 39-cu sual. Reaksiya tənliyi üzrə qapalı qabda bərabər mol sayda götürülmüş azot və hidrogenindən ibarət qarışığın reaksiyası zamanı. Reaksiyanı burada qeyd edeyim ki, hesablamamız daha rahat aparaq. 3 mol hidrogen əmələ gəlir 2 mol NH3. Deməli, uşaqlar, bərabər mol sayda dediyinə görə hər ikisini hələ 3 mol da götürə bilərik və yaxud da 3x da götürə bilərik. Bir dəqiqə məsələyə tam baxaq. Azot və hidrogenden ibarət qarışığın reaksiyası zamanı maddələrdən biri tam sərf olunarsa, reaksiyadan sonra qabda olan qaz qarışığının orta molyar kütləsini hesablayın. Tamam. Deməli, uşaqlar, bərabər mol sayda dediyinə görə hər ikisini 3x qəbul edək. Niyə belə bir şey edirik? Çünki biri tam sərf olunacaq və adətən tam sərf olunan mol miqdarı çox olan maddədir. Ona görə də onun əmsalına uyğun götürsək hesablamamız daha rahat olar. Tutaq ki, hər ikisini 3x qəbul eləmişik və 3x qəbul eləyəndə azotun sərf olunanı x olacaq, hidrogenin sərf olunanı 3x tam sərf olunacaq. Deməli, hidrogen bitdi artıq. Qabda hidrogen deyə bir maddə qalmadı. Davam eləyək. 1-in 3-ə nisbətində reaksiya daxil olanda 2 həcm amoniak alınır. Ona görə x-in 3x-ə reaksiya daxil olanda 2x-də amoniak alınacaq. İndi reaksiyadan sonra qabda qalan qaz qarışığı nə olur uşaqlar? Reaksiyadan sonra qabda qalır azot qazı 2x, çünki 3x var idi, x-i sərf olundu, 2x qaldı. Hidrogen tamamilə sərf olunub, yoxdur və əmələ gələn amoniak qazı 2x. Bu qaz qarışığının orta molyar kütləsini hesablayaq. M orta bərabərdir. Azot 28-dir, vurmaq 2x eləyir 56x. Plus amoniak 17-dir, 2-yə vuranda 34x. Bölmək ikisinin mol cəmi, yəni 4x. Bu da bərabərdir 80, 90, 90 da 4-ə bölsə edəcək 22,5. Yəni bu qaz qarışığının orta molyar kütləsi 22,5-dir. 40-cı sual. XSO4 vurulsun N mol kristallarında oksigen atomlarının sayı, hidrogen atomlarının sayı. Oksigen atomlarını sayaq uşaqlar. Sulfat duzunda zaten oksigenin sayı 4 dənədir. N mol suda da 1 mol suda 1 oksigen var. N mol su olduğuna görə N sayda da oksigen buradadır. Hidrogenlərin sayına baxaq bəs. Hidrogen olacaq 2. İndi şərtə baxaq. Oksigen atomlarının sayı, yəni 4 plus N, hidrogen atomlarının sayından 1,5 dəfə çoxdur. Bəli, vurduq 1,5-i 2N-ə. Hidrogen atomlarının sayından 1,5 dəfə çoxdur. 4 plus N bərabərdir 3N. N bərabərdir 2N bərabərdir 4-dür, N bərabərdir 2. Cavabımız olur E variantı.
Qrafika əsasən A-nı bu uşaqlar sadə riyazi məntiqi ardıcıllıqdır. Heç burada kimya ilə bir əlaqəsi olmayan sualdır həmişəki kimi. Deməli, XY-in 24 qramında 8 qram X var. 48 qramında 16 qram X var. 24-dən 48-ə çıxanda 2 dəfə artım olub. 48-dən 72-yə çıxanda 1.5 dəfə artım olub uşaqlar. Ona görə də 8-dən 6-ya 2 dəfə, 16-dan A-ya gedəndə də 1.5 dəfə artım eləməliyik. 16-nı da 1.5 dəfə artırsaq edəcək cavabımız 24. 42-də dövri sistem cədvəlinin müəyyən bir hissəsi verilmiş X təsirsiz qaz. Uşaqlar, təsirsiz qazlar yerləşir dövri sistemimizin 8-ci əsas yarım qrupunda. Deməli, X-in yerləşdiyi qrup 8-ci qrupdursa, Z-in yerləşdiyi qrup olacaq 6-cı qrup, Y-in yerləşdiyi qrup olacaq 3-cü qrup. Eyni zamanda bu da dövrlərdir. 2-ci dövr, 3-cü dövr. X və Z-in əmələ gətirdiyi birləşmə. Baxaq görək, daha doğrusu Y və Z-in əmələ gətirdiyi birləşmə. Uşaqlar, Y 3-cü dövr, 3-cü qrupdur. 3-cü dövr, 3-cü qrup olanda elektron formulu belə olur. 3s2, 3p1 və bu da neçə elektron eləyir? Cəmi 13 elektron. Çünki 3s2-yə qədər 1s2, 2s2, 2p6, 10 elektron var əvvəlində. 13 elektron eləyir. Eyni zamanda element 3-cü qrup elementidir. Sabit 3 valentli elementdir. Digəri isə Z. Z-imiz neçədir? Harada yerləşir? Z-imiz yerləşir 3-cü dövr, 6-cı qrup. 3-cü dövr, 6-cı qrupun qısa elektron formunu yazsaq 3s2, 3p4. Bu da eləyəcək 16 elektron. Əmələ gətirdiyi birləşmənin 1 molunda. Deməli, Y 3-cü qrup 3 valentli, Z isə 6-cı qrup. Uşaqlar, 6-cı qrup elementi qeyri-metallardır və qeyri-metallar metallarla birləşəndə minimum valentliyini göstərir və yaxud da oksijləşmə dərəcəsi ilə hesablasaq minimum oksijləşmə dərəcəsini göstərir. Başqa bir sözlə desək, qrupundakı valent elektronlarının sayını oktet qaydasına, yəni 8-ə tamamlamağa çalışır. Element 6-cı qrupdursa, 8-ə çatmağı üçün 2 elektron lazımdır ona və deməli, özündən zəif olan metal və qeyri-metallarla birləşmədə minimum oksijləşmə dərəcəsinin minimum valentliyini göstərəcək, yəni 2 olacaq. Formulda düzəldirik, Y2, Z3. Protonların mol sayını hesablayaq. Y-in 13 protonu var idi. 2 vurmaq 13. Plus Z-in 16 protonu var idi. 16 vurmaq 3. 26 plus 48. Bu da neçə eləyər? 60, 74. D variantı. İyonlar X2 müsbət. Deməli, burada uşaqlar görürsünüz 2 dənə məchul var. X və A. Ona görə də keçək digərinə tək məchullu olana hesablamaya başlayaq. Fosforun 15 neytral halda elektronu var. 5 plus nə deməkdir? 5 elektron itirib. 5 elektron itirəndən sonra bunun elektron sayı bərabər olur 10-a. Onda A 10 olduğu üçün X2 müsbətin elektron sayı olur 18. X2 müsbət 18 olubsa elektron sayı, deməli neytralda bunun elektron sayı 20 imiş. X elementi üçün hansı ifadələr doğrudur və biz bunun neytral halına aid olan cavabları tapmalıyıq. 20 elektronu olan elementin qısa elektron formulu bilirsiniz ki 4s2 ilə bitir uşaqlar. Əvvəlində yaza deyə bilərik. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d boş qalır, 4s2. O tamamlanır 20. Ona görə 1 yanlışdır. 1 olan cavabları çıxın. 4-cü dövr 2-ci qrup, bəli 4-cü dövr 2-ci qrup əsas yarım qrup elementidir. 2 doğru cavabdır. Normal halda atomun xarici elektron təbəqəsində 2 tək elektron var. Uşaqlar, xarici təbəqədə 2 elektron var, doğrudur. Amma bu tək deyil. Çünki S yarım səviyyəsində bir orbital var və oradakı 2 elektron da cüt yerləşir. Ona görə də 3 də yanlış cavabdır. S elementidir, bəli. Sonuncu səviyyə S ilə tamamlandığına görə, son elektronu S-a yazdığımıza görə S elementidir. Cavab olur 2-4. Bu sualda keçənki suallardan bənzər bir sualdır. Və bu reaksiyada Hess qanunu tətbiq eləməklə biz yekun reaksiyanın istilik effektini tapacağıq. Hess qanununda nə deyirdi? Reaksiyanın mərhələlərlə gedən reaksiyanı toplayıb yekun tənliyi alırıq. Hess qanunu bu şəkildə demirdi, amma biz oradan çıxarış ilə çıxardırdıq. Mərhələlərlə gedən reaksiyanın istilik effektləri cəmi yekun reaksiyanın istilik effektinə bərabər olur. Sadəcə nəyə diqqət eləmək lazımdır? Bizim yekun tənliyimizdə reaksiyanın sağ və sol tərəfində duran maddələrə və biz mərhələlərlə gedən reaksiyanı elə hala gətirməliyik ki, oradakı maddələr də bu şəkildə sağ və sol tərəfdə olsun. Məsələn, T və Z maddəsi yekun tənliyimizdə sol tərəfdədir. Baxırıq ki, reaksiyamızın birində T sol tərəfdədir, amma burada Z sağ tərəfdədir. Onda nə edirik? Reaksiyanı
tərs çeviririk. Qarşısına yazacağımız əməliyyatı, eləyəcəyimiz əməliyyatı yazaq, tərs çeviririk. Əmsalına baxırıq, Z-in əmsalı 1-dir, burada da Z-in əmsalı 1-dir. Deməli, əmsallarda bir dəyişiklik eləməyəcək. Çevirək o reaksiyanı tərsinə uşaqlar. Olacaq Y plus Z alınır 2x plus y və eyni zamanda reaksiyanın istilik effektində işarəsini dəyişirik. Tərsində olanda istilik effektində işarəsi dəyişilir, olur müsbət 180 kJ. İkinci reaksiyamızda M-imiz sağ tərəfdədir, burada da sağ tərəfdədir. Əmsal da bərabərdir, heç bir dəyişiklik eləmədən olduğu kimi yazırıq. 2x plus t alınır y plus 2m, istilik effekti də plus 390-dır. İndi biz reaksiyanın sağ və sol tərəfində eyni olan maddələri ixtisar aparırıq. Y ilə y gedir, 2x ilə 2x gedir. Qaldı bizim sol tərəfdə z plus t maddəmiz, sağ tərəfdə daha doğrusu y-imiz, burada nəyisə yanlış elədim, pardon, burada 2x plus y yoxdur, sadəcə 2x imiş. Deməli, sağ tərəfdə isə qalır bizim sadəcə 2m-imiz. Reaksiya istilik effektlərini də toplamalıyıq. Eləyəcək neçə? 300, 400, 570. Plus 570 kJ cavabımız olur C variantı. 45-ci sual hansı qarşılar ayrıcı qıfla? Ayrıcı qıfla uşaqlar emulsiyalar ayrılırdı. Emulsiya nə idi? Bir-birində həll olmayan mayələr. Etanol su həll olandır. Qum su bərk maddə ilə suyun həll olmamasıdır. Benzinlə su emulsiya hesab olunur. Ona görə cavabımız olur A variantı. Əmələ gəlmə istiliyi verib SO2 və SO3-ün reaksiyanın istilik effektini istəyir bizdən. SO2-nin əmələ gəlmə istiliyi A, SO3-ün əmələ gəlmə istiliyi B. Bəsit maddələri 0 qəbul edirik şərti olaraq. Reaksiyanın istilik effekti bərabərdir. Məhsulun əmələ gəlmə istilikləri əmsal nəzərə alınmaqla 2B. Çıxmaq reaksiya daxil olan maddələrin əmələ gəlmə istilikləri o da olacaq 2A. Cavabımız olur E variantı. X, Y və Z qazlarının normal şəraitdə sıxlıqları bu şəkildədir. Hansı ifadələr doğrudur? Uşaqlar, qazların sıxlıqları ρ bərabərdir. M bölünsün 22.4 ilə hesablandığına görə M-i böyük olan qazın sıxlığı da böyük olur. Yəni, burada sıxlıqların müqayisəsi bizə eyni zamanda onların kütlələrinin də müqayisəsini verir. X-in molar kütləsi ən böyükdür. Bəli, doğrudur. Eyni kütlədə götürdükdə tutduqları həcmlər eynidir. Xeyr, həcm onların mollarına görə hesablanır. Emerləri fərqli olduğuna görə eyni kütlədə olanda onların mol miqdarları da fərqli olacaq və bu zaman həcmlər də fərqli olacaq. Bərabər kütlələrində molekul sayı eynidir. Xeyr, bu da mümkün deyil. Maddələrin formulu, kimya formulunu görmədən onları bərabər kütlədə götürəndə molekul sayının eyni ola biləcəyini deyə bilmərik. Ona görə cavabımız olur yalnız 1. 48. Deməli, verilən maddəmiz vinil asetilin adlanan maddədir və bu maddədə biz ilk öncə nə etməliyik? Rabitə əmələ gətirən elektronların sayı. Uşaqlar, bir rabitə 2 elektron vasitəsilə əmələ gəlir. Ona görə rabitələri sayıb 2-yə vurmaqla elektronların sayını da tapa bilərik. Rabitələri ayıraq burada. Qeyri-polyar rabitələr. Qeyri-polyar rabitələr karbon-karbon atomları arasındakı rabitələrdir. 2 dənə, 3 dənə, bu da 3 dənə. Yəni, cəmi 6 dənə qeyri-polyar rabitə var. 6 dənə. Polyar rabitələr isə karbon-hidrogen arasındakı rabitələrdir. 2, 3, bu da 1, 4. 4 dənə də polyar rabitə var. Cəmi 10 rabitə var. 10 rabitənin də əmələ gətirəcək 20 elektron. Yəni, X 20-dir. Polyar kovalent rabitələrin sayı. Polyar kovalenti saymışdıq. 4 dənədir. Rabitə əmələ gətirən qeyri-hibrid orbitalların sayı. Uşaqlar, qeyri-hibrid üzvü birləşmələrdə hidrogenlərin sayıdır qeyri-hibrid orbitallar. Çünki hər hidrogenin bir orbitalı var, o da qeyri-hibriddir. Əgər 2 qat və 3 qat rabitə varsa və yaxud da belə deyim, pi rabitə varsa, bir pi rabitəni 2 dənə hibridləşməmiş p orbital əmələ gətirir. Ona görə də pi rabitələrin sayını da 2-yə vurmaqla əlavə edirik qeyri-hibrid orbitalların sayına. Bir dənə pi rabitə burada, 2 dənə pi rabitə burada. Cəmi 3 pi rabitə var. 3-ü 2-yə vururuq, 6 dənə burada qeyri-hibrid orbital, cəmi 10 dənə, yəni Y-də 10-dur. Rabitə əmələ gətirən hibrid orbitallar. Burada 2 qat rabitəli karbon atomları sp2 hibridləşmə halındadır. sp2 elədi 6 dənə. 3 qat rabitə isə sp hibrid halındadır. sp elədi 4 dənə. Hibrid orbital cəmi 10 dənə. Hansı ifadələr doğrudur? X 2y-ə bərabərdir. Y-imiz 10 idi, X-imiz 20 idi. Ona görə 1 doğrudur. X Z-dən böyüdür. Z-imiz 4-dür, X 22 də doğrudur. Cavabımız olur 1 ilə 2.
Baxın, Y T-dən kiçikdir deyir, yanlışdır, bərabərdir Y-la T. T 2Z-də bərabərdir, T 10-dur, Z də 4-dür, ona görə o da yanlışdır. Amonyak və karbon qazı molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitalar. Uşaqlar, amonyakda sp3 hibridləşmədir, yəni 4 dənə hibrid orbital var. Amma amonyakdakı azot hidrogenlə sadəcə 3 dənə rabitə əmələ gətirdiyi üçün bu 4 hibrid orbitaldan 3-ün istifadə edir, birini istifadə etmir. A3-dür. Karbon qazında isə bu şəkildə yazın. Karbon sp hibrid halındadır, yəni 2 dənə hibrid orbitalı var. Hər ikisini iştirak edir. Baxın, bu sigma rabitələr karbonun sp, 2 dənə sp hibrid orbitalı ilə yaranır. Bu isə pi rabitədir. Karbonun hibridləşməmiş p orbitalları ilə yaranır. B də ona görə 2-dir. A minus B fərqi də eləyəcək C. Yəni 1. Növbəti sualımız deməli 2 maddə verib 1 molunda olan elektronların mol sayı. Biz buradakı elektronların sayından istifadə edib X-nin Y-nin neçənci qrup elementi olduğunu müəyyənləşdirə bilərik. Deməli, XO3-də X-in elektron sayını bilmirik. Oksigenin 8 elektronu var. 3 vurmaq 8 bərabərdir 40. 24 X bərabərdir. Eləyir 16. 16 da uşaqlar nə olur? 3S2, 3P4, 6-cı qrup elementi. Y2O-da 2Y plus oksigen 8'dir, bərabərdir 30. Buradan da Y bərabərdir eləyir 11. Y-də 11 olanda bu deyilir 3S1. Üçüncü dövr birinci qrup. X və Y-in əmələ gətirdiyi birləşmə. Y birinci qrup metalıdır. X isə 6-cı qrup qeyri-metalıdır. Yəni Y 1 elektron verə bilir. X-a isə 6 elektron olduğu üçün 2 elektrona ehtiyacı var. Formula olur Y2X. Ümumi atomların sayı nə qədərdir? 3Na, 2Y, bir də X olduğuna görə cəmi 3Na atom sayı olur. 51-də dövrə sistem cədvəlinin müəyyən bir hissəsi verilmişdir. Y və Z elementləri üçün hansı ifadələr doğrudur? Uşaqlar, X6 bu nə deməkdir? İkinci dövr elementidir. X6 olduğuna görə 1S2, 2S2, 2P2. 6. İkinci və üçüncü dövrdə bilirsiniz, cəmi 8 element olduğu üçün eyni qrupda alt-alta yerləşən elementlər arasında 8 sıra sayı qədər fərq var. Biz X-imiz 6-dırsa, bu eləyir 4-cü qrup. Onun altındakı element olacaq. Sıra sayı 8 plus 6-dan 14. Bizə sıra sayı lazımdır. Baxın, S elektronlarının sayı eynidir. Qrupu müəyyənləşdirir. 4-cü qrup, 5-ci qrup, 6-cı qrup. Buradan da 3 və Y-də olur 2-ci qrup. Deməli, Y-imiz olur 3-cü dövr 2-ci qrup 3S2. Z-imiz olur 3-cü dövr 6-cı qrup 3S2, 3P4. 3S2-də olur 12 elektron, burada olur 16 elektron. Görə bizdən nə istəyir? Y və Z-in S elektronlarının sayı eynidir. Bəli uşaqlar, hər energetik səviyyədə 2 dənə S elektronu olduğuna görə, hər ikisində də eyni dövr və hər ikisində də sonuncu dövrdə S tamamlandığına görə S elektronlarının sayı eynidir. 1 doğrudur. Y-in ən kiçik oksidaşma dərəcəsi -2-dir. Xeyr, Y ikinci əsas yarım qrup metalıdır və metallar mənfi oksidaşma dərəcəsi göstərmir. 2 olan cavabları çıxırıq. Y-in sıra nömrəsi özünə ən yaxın təsirsiz qazın sıra nömrəsindən 2 vahid çoxdur. İkinci qrup, geri qayıtsaq buradan 7 və 8-ci qrup olacaq sıra sayı 10 doğrudur. Sonra Y ilə Z, Y2 Z tərkibli birləşmə. Düzgün cavabımız zaten 1-3'dür, amma buna da baxaq uşaqlar. Y2 Z tərkibli birləşmə əmələ gətirir. Y ikinci qrup ikivalentli, Z 6-cı qrupdur. Metallarla ikivalentli olur. Yəni Y ilə Z-in əmələ gətirdiyi birləşmənin ümumi formulu YZ şəklində olacaq. Ona görə 4 də yanlış cavabdır. 52. Reaksiya daxil olan maddənin piritin kütləsi m qram, alınan dəmir çoksidin kütləsi m-8 qram, alınan SO2-nin kütləsi. Uşaqlar, belə olanda aradakı kütlə fərqinə görə hesablama apara bilərsiniz. Yəni m qrama m-8 qram alınıbsa, deməli bunların arasındakı kütlə fərqi 8 qramdır. Tənasüb quranda da reaksiyada iştirak edən maddələrin kütlə fərqlərini əsas götürə bilərsiniz. Məsələn, burada 4 dəmirləri çıxaq, hesablayanda ümumi kütlədə bizə asanlıq yaratsın deyə. 4 dənə dəmir burada, 4 dənə dəmir burada. Amma əmsal olduğuna görə əmsallar hər ikisinə aid olacaq. Bu arada emerlərini də hesablayıb eləyə
eləyə bilərsiniz, amma uzun uzadı hesablama eləməyək deyirəm. 4 dənə S2, deməli kükürd 32-dir. 2 dənəsi eləyir 64. 4 vurmaq 64. Buradakı nə qədər eləyir? 3 dənə oksigen, 2 mol olduğuna 6 oksigen. 6 vurmaq 16. Deməli, aradakı fərqi hesablamaq istəyirəm. Və 464-ün uşaqlar eləyir neçə? 240, 256. 6 16-da eləyir 96. Aradakı fərq nə qədər eləyir? 256-dan 96 çıxsaq 160, düzdür? Yazırıq buradan. Aradakı fərq 160 qram olanda, bu arada təkrar edirəm, asan olsun deyə mən əmrləri çıxdım bura. Burada siz tənasüb qurmaq üçün 4 mol piritin 2 mol dəmir çoksidindən kütlə fərqini hesablayırsınız. Nəticə 160 alınır. Aradakı fərq 160 olanda alınır 8 vurmaq 22,4 litr SO2. Bəs aradakı fərq 8 qram olanda nə qədər alınır? İxtisar gedər burada 20 qalar. 20 ilə 22,4-ü 22,4-ü ixtisar aparsaq burada 1,12 qalar. X də bərabərdir eləyəcək 8,96. Cavabımız olur A variantı. Növbəti sualımız X2, Y3 birləşməsində X-in Y-ə nisbəti 7:3 nisbəti kimidir? X elementinin neytron sayı 30 olarsa, proton sayını müəyyən edin. Y-in ayrı verib uşaqlar. Deməli, 2X-in 3Y-ə nisbəti, Y 16 olduğuna görə 3 vurmaq 16, 48-ə nisbəti bərabərdir 7-nin 3-ə. Buradan X-i necə tapa bilərik? 48 ilə 3-ü ixtisar apararıq, 16, deməli, ya da bu şəkildə yazmışsın üçün daha rahat olsun. 2X-in 48-ə nisbəti bərabərdir 7-nin 3-ə nisbəti. 3 ilə 48-i ixtisar aparaq 16, 2 ilə də 16 ixtisar gedəcək 8, X bərabərdir 56. Yəni X-in ayrını tapdıq 56-dır. X-in ayrı 56-dırsa yazaq yuxarısından. Proton sayı da 30-dursa uşaqlar, ayrıdan protonu çıxırıq, bizə neytron sayı 30-dur. Ayrıdan neytronun sayını çıxırıq, bizə verir protonun sayını, o da olur 26. Cavabımız elə proton sayı istəyirdi, 26 olacaq. Amoniak və karbon qazından ibarət qaz qarışığının sıxlığı havanın sıxlığına bərabərdir. Uşaqlar, yenə deyirəm, qazlarda sıxlıqla kütləni eyni münasibətdə götürürük. Çünki hər bir qazın kütləsini 22,4-də böldüyümüz üçün, yəni sıxlıq nə qədər çoxdursa, kütlə də o qədər çoxdur və yaxud da bərabərdirsə, kütlə də bərabərdir deyir. Amma buradakı məsələ nədir? Qaz qarışığı dediyinə görə bu qaz qarışığının M-ortasından söhbət gedir. M-ortasının sıxlığı və yaxud da onun kütləsi havanın sıxlığına bərabərdir. Qarışıqda olan oksigen atomlarının sayı ümumi atomların sayına neçə dəfə azdır? Biz uşaqlar iki qaz qarışığında verilən qazları, əgər mol miqdarları haqqında məlumat yoxdursa, həmişə X və Y qəbul eləyib hesablamamızı aparırıq. Havanın sıxlığına bərabərdir dediyinə görə, deməli M-orta da elə 29-a bərabərdir, havanın M-ortasına bərabərdir. Amoniak 17X plus karbon qazı 44Y bölmək X plus Y, bu da bərabərdir 29-a. Sadə tənlik şəklində eləyək. 17X plus 44Y bərabərdir 29X plus 29Y. Bu tərəfə keçirdəndə, deməli, 16Y bərabərdir 12X, düz hesabladıq. 44-dən 20, 15. 44-dən 29 çıxanda 15Y bərabərdir 12X. İxtisar neçə gedəcək? 3-ə gedəcək. Onlar deməli 5Y bərabərdir 4X. Buna uşaqlar tərəzi üsulu deyirik. Sağ və sol tərəf bərabər olsun deyə Y-i 4, X-i də 5 qəbul edə bilərik. İndi X-i 5 mol, Y-i 4 mol qəbul eləsək, qarşılıqda olan oksigen atomlarının sayı ümumi atomların sayından neçə dəfə azdır? Gəlin hesablayaq. Oksigen atomu sadəcə karbon qazındadır. 1 molda 2 mol oksigen atomu var. 4 molda olacaq 8 mol oksigen atomu. Ümumi atomları hesablayaq. Ümumi atomlar. Amoniakın 1 molunda 4 atom var. 5 mol olduğuna görə 20. Plus karbon qazında 3 atom var. 4 mol olduğuna görə eləyir 4'ü 3'e vuranda eləyəcək 12 bərabərdir 32. Neçə dəfə azdır dediyinə görə 32 bölmək 8 bərabərdir 4 dəfə, cavabımız olur 4.
Sıra nömrəsi 16 olan X elementinə aid olmayan ifadələr. X elementinə aid olmayan ifadələr. 16 elektron konfigurasiyasını yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p4, 3-cü dövr 6-cı qrup elementidir. Baş oksidinin 1 molunda 3 atom var. Uşaqlar, 6-cı qrup elementinin baş oksidi olacaq XO3. 6-cı qrupda 6 valentli, oksigen də 2 valentli olduğuna görə formul XO3'dür. 1 molda 3 atom var, yanlışdır. Gördüğünüz gibi 4 atom var. Normal halda 4 ədəd cütləşməmiş elektronu var. Bu da yanlışdır. P yarım seviyesinde 3 orbital var. 3 orbitalda 4 elektronun biri cütdür, ikisi təkdir. Ona göre 2 de yanlışdır. Bizden zaten aid olmayanı soruşur. Deməli, biri götürürük, 2'ni götürürük, aid olmayanlardır. X H2 tipli kovalent rabitə əmələ gətirir. X qeyri-metal olduğuna görə, 6-cı qrup qeyri-metal olduğuna görə hidrogenlə əmələ gətirdiyi birləşmə X H2 olacaq. Doğrudur. Ona görə doğru olanı götürmürük. Maksimum həyəcanlanmış halda 9p elektronu var. Uşaqlar, 3-cü dövrdə 3d yarım səviyyəsi olduğuna görə həyəcanlananda P'dəki elektronun biri D'yə keçir və formul olur 3s2, 3p, 3, 3d1. P'dəkini keçirdim də maksimum həyəcanlananda S-dəki də keçir. Deməli, P'nin biri D'yə keçdiyinə görə 3p yarım səviyyəsində 3 elektron qalır. Digər p elektronlarda 2p yarım səviyyəsində də 6 cəmi 9p elektronu olur. Daha doğrusu doğrudur. Bizdən aid olmayanları istəyir. Aid olmayanlar olacaq 1 ilə 2. X-in nisbi molekul kütləsi. Bu da uşaqlar sağ və sol tərəfi bərabərləşdirməklə hesablayırıq, tapırıq. Baxın, sol tərəfdə 7 oksigen var. Yəni daha doğrusu 7 mol oksigen var. Yəni 14 oksigen. Burada olur 4 vurmaq 2, 8 oksigen. Burada da olur 6'dan 6 oksigen. 14, 14. Deməli, oksigenlər bərabərdir. Oksigenlərlə işimiz yoxdur. 2 mol X üzüm maddəsində ümumi 4 karbon var. 2 molunda 4 karbon varsa, deməli 1 mol X-da var 2 dənə karbon. Ümumilikdə 12 hidrogen var sağ tərəfdə. Yəni 2 molunda 12 hidrogen varsa, 1 molunda da 6 hidrogen var. Maddəmiz olur C2H6. Nisbi molekul kütləsi də 24 plus 6 bərabərdir 30. Cevabımız eləyir 30. 57 uyğunluq, bu da sadə mol və yaxud da atom sayının, molekul sayının həcmindən uyğunlaşdırılması. 0,5 mol nə deməkdir uşaqlar? Yarısı, yəni 11,2 litr. C variantı. 42 qram azot. Azotun emeli 28 qramdır. 42 qram 1,5 mol eləyir. 1,5 mol da eləyir 33,6 litr. 12,4 osmos 23 sayda oksigen molekulu 1 mol altdan %2 onun üstü 23'dür. 12,4 ise deməli 2 moldu. 2 molumuz da uyğundur 44,8'e. Bu da D variantı. 33,6 nə oldu? A variantı. Və keçək situasiyamıza. Dövri sistemdə göstərilmiş X halogendir. Uşaqlar, halogenlər yerləşirdi 7-ci əsas yarım qrupda. Bu 7-ci qrupdursa, bu olur 6-cı qrup, 5, 4, Y-də olur 3-cü qrup. Dövrlər də verib 2-ci və 3-cü dövr. Y-in baş oksidinin formulu. Y-imiz olur nə uşaqlar? Y-imiz olur 3-cü dövr, 3-cü qrup. 3s2, 3p1, 3-cü dövr, 3-cü qrup elementidir. Baş oksidinin formulu Y 3 valentli element, oksigen ise metallarla 2 valentlik, yani sabit olarak 2 valentlik gösteren elementdir. Olur formulumuz Y2O3. Birinci budur. Normal halda atomunda olan tek elektronlarının sayı. Gördüğünüz gibi sonuncu təbəqədə 3 elektron var. İkisi S'də cütdür. Sadece bir dənə tek elektron var. Bu da ikincisi. Normal halda Z hardaydı? Z 3-cü dövr 6-cı qrup. Qeyd eləyək burada. Z 3-cü dövr 6-cı qrup. 3s2, 3p4. Z'in cüt elektronlu orbitalların sayını, onda bunun hamısını yazaq uşaqlar. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Cüt elektronlu orbitallar. Bir dənə S orbitalı. Burada iki dənə ikinci S orbitalı. P'nin 3 dənə orbitalı var. Üçü də cütləşmiş elektronlarla doludur. 3 orbital. Burada da S'dən bir dənə orbital doludur. Yəni 1 S orbital var, o da doludur. P'də burada uşaqlar bayaqki sualda da yazmışdım. 3 orbital var. 3 orbitalda hamısında elektron olsa da biri tam dolu. Deməli bu da 1 orbital. Cəm elədi nə qədər? 1, 2,
5, 6, 7. 7 dənə tam dolmuş cüt elektronlu orbital var. Hidrogenli birləşməsinin molekulunda atomların sayı. Z 6-cı qrup elementi olduğuna görə hidrogenli birləşməsi olacaq. ZH2 6-cı qrup element özünü tamamlamaq üçün 2 elektrona ehtiyacı var. Onu da hidrogenden alır ZH2. Yəni molekulunda atomların sayı olur 3 dənə. Bu da ikincisi. Aha. Sonra X və Z-in əmələ gətirdiyi birləşmənin formulu. X-imiz nə idi bizim? X-imiz halogen idi. İkinci qrup 7-ci, daha doğrusu ikinci dövr 7-ci qrup. Yazaq burada. X ikinci dövr 7-ci qrup. Deməli 1s2, 2s2, 2p5. Cəmi 9 elektronu var. Z-imiz də 6-cı qrup elementi idi və ümumilikdə 16 elektronu var. 3s2, 3p4 16 eləyir. Birləşdirək bunları uşaqlar. Sonuncu təbəqəni də yazım, gözümüzün qabağında olsun. 3p4. X ilə Z-i birləşdirək. ZX adətən elektron alan tərəf sağda yazılır. Ona görə bu şəkildə yazaq. 7-ci qrupdursa uşaqlar 1 elektrona ehtiyacı var və 6-cı qrupdursa 6 elektronu var və hamısını özündən qüvvətli elementə verir. Formulumuz olur ZX6. Birləşmənin formulu bu şəkildə. Molekulda protonların sayını hesablayın. Z-in proton sayı 16-dır. X-in proton sayı 9 dənədir. 6 vurmaq 9 bərabərdir. 54 plus 16-dan bu da edir 70. Bu da ikinci. Bu qədər uşaqlar, növbəti sınavlarda sizə uğurlar. İnşallah digər sınavların izahında görüşərik.